Əli əleyhissalam xanım Zəhra salamullah əleyhanın şəhadətindən sonra xanım Ümmülbəninlə ailə həyatı qurur. Bu evliliyi Əli əleyhissalamdan xanım Zəhra salamullah əleyhanın özü istəmişdi. Bu evlilikdən 4 dənə oğlan övladları dünyaya gəlir. Onlardan biri də Həzrət Abbas əleyhissalam idi. Xanım Ümmülbənin əhl-i beytə həqiqi məhəbbət bəsləyən, vəfadar, fədakar və vilayətə bağlı bir xanım idi. Xanımın əsl adı Fatimə idi. Amma Əli əleyhissalamla evləndikdən bir müddət sonra Əli əleyhissalamdan xahiş edir ki, onun adını Fatimə yox, Ümmülbənin çağırsın. Bunu ona görə Əli əleyhissalamdan istədi ki, Həzrət Zəhra salamullah əleyhanın balaları bu adı eşidəndə anaları yadlarına düşməsin. Xanım Ümmülbənin salamullah əleyha Həzrət Zəhra salamullah əleyhanın balalarına deyirdi: "Mən gəlməmişəm ananızın yerini tutam, mən ananızın kəniziyəm, mən sizin xidmətçinizəm." Övladlarına da deyirdi: "Siz xanım Zəhranın balalarının xidmətçisisiniz." Xanım əhl-i beytə məhəbbəti, fədakarlığı, vəfadarlığı, vilayətə bağlı olmağı övladlarına da öyrətmişdi. Xanımın 4 övladının 4-ü də Kərbəlada vilayətə bağlılığın, vəfadarlığın və fədakarlığın ən pik həddini göstərdilər. 4-ü də Kərbəlada şəhid oldular. Tasua günü idi, Şimr lənətullah Həzrət Abbas əleyhissalama və qardaşlarına amannamə gətirir. Həzrət Abbas əleyhissalama deyir: "Sizə amannamə gətirmişəm, özünüzü Hüseynə görə xətərə atmayın." Əbəlfəzl Abbas ağa uca səslə Şimr lənətullaha buyurur: "Sənə də lənət olsun, əmannaməni göndərənə də lənət olsun, əmannaməyə də lənət olsun." Ağanın bu sözü onun şücaətini, vilayətə bağlı olmağını, fədakarlıq və vəfalı olmağını göstərirdi. İmamın o çətin günündə bütün vücudu ilə imamına fəda oldu. İmam Hüseyn əleyhissalam Kərbəlaya yola düşür. Ümmülbənin üzünü övladlarına tutur, buyurur: "Hüseynlə gedirsiniz, amma Hüseynsiz qayıtmayın." Xanım Ümmülbənin gedir xanım Zeynəb salamullah əleyhanın görüşünə. Xanım Ümmülbənin xanım Zeynəbdən soruşur: "Abbasım Kərbəlada vəfa etdi." Xanım Zeynəb salamullah əleyha başlayır ağlamağa, buyurur: "Anacan, vəfanı Kərbəlada Abbas etdi." Bəşir xanım Ümmülbənin övladlarından şəhadət xəbərini gətirir. Xanıma deyir: "Allah sənə səbr versin, Abbasın Kərbəlada şəhid oldu." Xanım Ümmülbənin buyurur: "Hüseynimdən nə xəbər?" Bəşir digər övladlarının şəhadət xəbərini də xanıma verir. Xanım buyurur: "Mənə Hüseynimdən xəbər ver. Bütün övladlarımın hamısı Hüseynə fəda olsun." Xanımın bu sözləri onun sədaqətini, vəfalı olmağını, vəfadarlığını, vilayətə bağlı olmağını göstərir. Xanım bir ömür xanım Zəhra salamullah əleyhanın övladlarına analıq etdi. Amma bir yerdə də xanım Zəhra salamullah əleyha xanım Ümmülbəninin vəfalı, fədakar, şücaətli oğluna Həzrət Abbas əleyhissalama analıq edir. O zaman ki xeymələrə tərəf qayıdır, hər iki qolu kəsilib, atdan üzü üstə yerə düşəndə xanım Zəhra salamullah əleyha qollarını Həzrət Abbas əleyhissalam üçün açır.